Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hər birinizi xoş gördük. Növbəti dərsimizə başlayıram. Əvvəla, müəyyən mənada belə deyərdim də, fəallığınıza görə çox sağ olun. Yəni, hər işə ədalətlə yanaşmaq lazımdır. Əsasən də haqsevər, əxlaqa, ədəb-ərkan qaydalarına diqqətli olmalıdır və hər bir sözündə, söhbətində bunu əks etdirməlidir. Var olun. Mənim sizə tövsiyəm budur ki, mədəniyyət çərçivəsindən çıxmaq olmaz. Mən özüm də bu məsuliyyət yükünü daşıyıram. Hər zaman çalışıram ki, bu dediklərim mənim davranışımda, danışığımda öz əksini tapsın. Söhbətimə rəğmən bir sözü deyəcəm, o da mənim mənəvi oğlum Etibar bəyə aiddir. Səni o keçmiş zamandakı pəhləvanlar olurdu, onlara bənzədirəm bu mənada ki, onlar da cövlan edirdi, sonra irəli atılırdılar. Cavabınız olduqca məni qane etdi və ürəyimdə bir fərəh hissi duydum ki, bəli, o uzaq sahillərdəki Mehdi Hüseynzadə deyir ki, zəhmətimiz hədər getmədi, hər adam o cavabı verə bilməzdi. Həmişə fikirlər ətrafında manevr edirsən, sonra onluğa vurursan. Hər birinizdən razıyam və hər bir kəs də belə olmalıdır. Düşünülmüş, məntiqli izah vermək və nəhayətdə əsl mətləbi aşkarlamaq. Görürsünüz, bu fikrimi də mən örtülü deyirəm. Niyə? Ona görə ki, bizləri doğru düzgün başa düşməzlər. O dərəcədə insanlar düşüncə baxımından uğursuzluğa uğrayıblar. Demirəm, hamı düşüncəsizdir, mən düşüncəliyəm. Xeyr, söhbət həyat anlayışından gedir, həyata baxışdan gedir, həyatın mahiyyətini dərk etməkdən gedir. Mənim də bütün cəhdim budur ki, o həyat sirlərini bildiyim qədər sizlərin nəzərinə çatdırım. O çox vacibdir. Əgər bilmirəm, özü yəqin ki, belə qəbul edərsə etiraf edər ki, o verdiyi cavabı doğrudan da hər kəs bacarmazdı. Bir haşiyə çıxım, azacıq da gülməlidir. Bir gün Molla Nəsrəddin bağdan gəlir, cibində almalar olur. Görür ki, uşaqlar dayanıb. Deyir ki, ay uşaqlar, kim desə ki, mənim cibimdə nə var, almanın ən yaxşısını ona verəcəm. Uşaqlar da bir ağızdan çığırırlar ki, alma, alma, alma. O da o yan bu yana baxır, deyir, bunu sizə hansı yaramaz dedi. Görürsünüz, bu söhbətlərin, bu yazıların gücünü, hansı ki, o ilahidən bəxş olunub. Və biz də məntiqə, haqq kəlamına söykənərək özümüz də bu əsasda köklənməliyik.
Başqasından gözlədiyimizi özümüz etməliyik, yaxşı mənada. İndi oxuyuram Həyat kitabından, hansı ki bilirsiniz, nəzm tərzindədir. Növbəti beyt belədir. Allahla yaşayıb bir vaxt nur olan, olduqca xoşbəxtdir haqdan nur alan. İlahidən qeyri nə varsa bu dünyada, o bir nur zərrəciyi olaraq haqqın varlığında yaşayıbdır. Bu bir həqiqətdir. Sonra Allahımızın varlığından nur zərrəciyi kimi ayrılıblar və bu həyat axarında, gedişatında öz düşüncələrinə və mövqelərinə uyğun olaraq təkrar yaşam mərhələlərinə qədəm qoyublar. Və bu dövr etmə əbədi olaraq belə cərəyan edir. Yəni Allahımızdan ayrılan nə varsa müxtəlif təzahürlərlə bərqərar olub və dayanmadan, axaraq, şütüyərək o devrə boyunca hərlənərək yenidən özünə qayıdır. Biz də bu yolun yolçularıyıq. Biz də bir zaman Allahımızın varlığında olmuşuq, özü kimi yaşamışıq. Necə ki bizim varlığımızda bədənimizi, canımızı təşkil edən nə varsa özümüz kimi bizimlə bərabər yaşayır. O ruhlar toplusudur. O düşüncələr cəmidir. Və düşüncələr kimi də bizdən ayrılır, yaşayır, dövr edir, fırlanır, yenidən öz mənbəyinə qayıdır. Bunu deyən demək olar ki, olmayıbdır. Nəyə görə bunu belə deyirəm? Oxuduğumuzdan, eşitdiyimizdən, bildiyimizdən təsadüf etməmişik. Yaxınlaşıblar, deyiblər, amma həqiqəti olduğu kimi ifadə etməyiblər. Allahımızın izni, iradəsi olmasa, mən də bunu deyə bilməzdim. Deməyə cəsarət etməzdim. Və hətta onu deyirəm ki, heç o fikri qəbul edə bilməzdim başlanğıcdan. İndi isə borcumdur ki, sizləri məlumatlandırım. Bu məlumatlar olduqca vacibdir. Bu vaxt ilkin andı, ilkin zamandı. O vaxt haqq oyandı, həyat yarandı. Hansı ki ilkin anı deyirik. Həmişə insanlar düşünüb ki, həyat necə yaranıb. İlk dediyimiz elə sonun özüdür. Son dediyimiz də ilk kimi başa düşdüyümüzdür. Ölçüyə gəlməyən bircə andı o. Həddi bilinməyən bir zamandı o. O ilkin zaman kimi qəbul etdiyimiz, ilkin an dediyimiz. Nə məkan dəyişir, nə də ki zaman. Hər mövcud ağılda dəyişir ümman. Məkan da dəyişmir, zaman da dəyişmir. Biz onu dəyişən kimi qəbul edirik. Hər bir məqamda insan özünü dərk edir. Bu onun həm oyanışıdır, həm sona çatıb yenidən yaranışıdır. Biz bu tezliyi başa düşmürük.
kamillik zirvəsinə doğru əgər addımlayarıqsa, zaman zaman dərk etməyə başlayarıq. Necə ki, indi əvvəlki zamana görə müəyyən qədər dərrakəmiz artıb, şuur dairəmiz genişlənib. Hara gedirsən get, lap get Yupiterə, Marsa və yaxud da ki, hansısa qalaktikanın planet olan bir məkanına, yenə də bu yerdəki kimi özünü məkandan kənar bilməyəcəksən. Zaman da həmən zamandır. Məkan varsa zaman var. İkisi də bir-birindən asılıdır. İkisi də bir-birinə dayaqdır. Biri birinə ehtiyaclıdır. Dəyişən kimi qəbul edirik. Vaxt ötür, deyirik, hə, 1 saat keçdi. Biz belə qəbul edirik, 1 saat keçdi. Amma zamanı ölçülə bilinməyən, yəni nə belə deyək, böyük bir zamanı yaşasaq belə o bir anın hökmündədir. Hər mövcud ağılda dəyişir insan. Düşünən hər bir beyində, hər məqamda dəyişmə gedir. Biz onu hiss etmirik. Həyatımızın davamı kimi qəbul edirik. Buna sadə misal söyləmişəm. O uşaqların oyuncağında rəngli şüşələrin yer dəyişməsi gözəl simmetriyalar yaradırlar. Hər bir məqamda nə qədər fırladarsan, o qədər orada dəyişmə gedəcək, rəngbərəng. Həyatımız da belədir. Yəni bu dəyişmələrlə rəngarəng görünür. Bəzən ruhumuzu oxşuyur, bəzən könlümüz açılmır. Tərəqqili, tənəzzüllü yoldur bu. Elə bil zirvəyə qalxırsan, dərəyə enirsən. Belə-belə o silsiləni sən addımlayırsan zamanla. Dəyişən ümman bu aləmdir, kainatdır. Harada dəyişir o? Hər bir düşünən beyində. Beyin nə düşünürsə, kainat o cür formalaşır. Amma biz əksini başa düşürük. Elə bilirik ki, biz kainatdan asılı vəziyyətdəyik, onun qoynundayıq. Qarşılıqlı asılılığımız vardır. Həyat asılılıqla, yəni qarşılıqlı asılılıqla əbədi yaşamağındadır. Sirli yoxumuzdur, həm varımızdır. İlğımdır. Mən keçdim bir addım bəri. O ümman aləmdir, həyatımızdır. Sirli yoxumuzdur, həm varımızdır. Yəni ondan əvvəlki misrada oxudum ki, nə məkan dəyişir, nə də ki zaman. Hər mövcud ağılda dəyişir ümman. O ümman aləmdir, həyatımızdır. Sirli yoxumuzdur, həm varımızdır. Yox kimi, var kimi qəbul etdiklərimizdir. İlğımdır, xəyaldır, bütün var olan. Bir anda gerçəkdir, bir anda yalan. Gələcək sanki bir ilğımdır, bir xəyaldır. O mövcud zamana çevrilir, gerçəkliyə çevrilir bir anda. Eyni zamanda da şütüyür, ötür, gerçəklikdən keçmişə çevrilir. Ona görə deyilir ki, ilğımdır, xəyaldır, bütün var olan. Bir anda gerçəkdir, bir anda yalan. Məgər boşluqda mı yaranmışıq biz? Boşluqdan güc alıb, məgər dərkimiz? Biz
Fəzada, boşluqdan mı yaranmışıq? Bu boşluqdan güc alıb ağlımız, dərrakəmiz, bütün olanların cövhəridir uca yaradan Allahımız. Biz də onun varlığının deyək bir hissəsiyik. Eyni zamanda da bizim varlığımızda əks olunur. Nə varsa hər şey dərkimiz Allahımızın şuurundan bəhrələnib. Boşluqda yaranmayıb, var olanda var olub. Biz Allahımızın böyüklüyü qarşısında həqiqəti söyləsək də, Allahımızın varlığında olanları varlığımızda yaşadırıq, əks etdiririk. Həmişə demişəm, uca yaradanın varlığında olan nə varsa, bizdə o əks səda verir. Biz güzgü kimi əks etdiririk. Və onu da demişəm ki, ali varlıq Allahımızdır. Bizim ali məqamımızdır. O adi həyat tərzimizdə biz onu tam mənası ilə əks etdirə bilmirik. Yəni, ağlımıza uyğun şəkildə qəbul edirik. Evladımız bizim yeniləşmiş formamızdır, varlığımızdır. Körpədir, hələ heç nə bilmir. Onun ağlı, onun varlığı bizdən yararlanıb, qaynaqlanıb, yeniləşib. Biz gördüyümüzü, bildiyimizi o uşaqdan fərqli şəkildə bilirik. Uşaq da biz gördüyümüzü görür, amma öz ağlına uyğun dərk edir onu. Və zaman böyüdükcə bizə yaxınlaşır. Bizim dərk etdiyimiz nə varsa, hər şeyi indi əvvəl biz başa düşdüyümüz kimi o da başa düşməyə başlayır. O məqama elə yetişir. Və dəyişmələrlə, əvəz etmələrlə belə davamiyyətli olaraq həyat yaşanır. Belə bir həqiqət var ki, dediyim kimi, insanlar onu olduğu kimi başa düşmür. Başa düşməz də. İdmançılardan götürək və yaxud da müəllimlərdən götürək. Uşaq məktəbə qədəm qoyanda müəllimlə onun arasında dağ qədər bir fərq olur. Amma gəlir elə bir zaman yetişir ki, o uşaq dünya şöhrətli bir aləmə çevrilir. Hansı ki, müəlliməsi o zirvəni fəth etməmişdi. O uşaq fəth edir. Həyatda belə bir sir vardır. Bax, bu yeniləşmələrlə bu cür dəyişmələr olur. Fərq yaranır. Mən demişəm, bu hər bir yaranmışa aiddir. Ağıl, şuur dairəsi o qədər də geniş olmayanlar dediyimi başa düşə bilməzlər. Bax, ona görə də görürsünüzmü? Bəzən olur arada bir, kimsə başa düşməməkdən hörmətsizliyə yer verir. İndi mən o həqiqəti desəm, bunu sizlər, başa düşənlər bilər. Başa düşməyənlər məni qınayar. Mən daş armuddan söhbət salmışdım. Onun böyük mənası vardır. Heç indi də açmıram o sirri ki, nə demək istəyirdim. Başa düşənlər
hiss edəcək ki, mən nə demək istəyirəm. O demək istədiyim Allah tərəfindən qəbul olunandır, təqdir hesab edir. Ancaq mən o söhbəti açası deyiləm. Hər bir kəs öz varlığında, düşüncəsində onu qəbul edəcək, anlayacaq və təsdiqləyəcək ki, bəli, bu belədir. Sadə misal dedim. Yəni, biz evladda yeniləşirik. Tək evladda yox, evladımızın evladında. Necə ki, ulu babalarımız bizdə yeniləşib, biz onların özüyük. Bu gedib mənbəyə çatır. Amma nə etməli ki, hər sözün də öz deyilmə vaxtı var. Eyb etməz. Elə bu kəlamları lazımı dərəcədə başa düşsək, qəbul etsək, həqiqət özü bərq vuracaq, üzə çıxacaq ki, bəli, bu nə deməkdir? Boşluq deyilsə əgər, nədir bu aləm? Görən o böyükdür, yoxsa ki, Adəm? Fəza boşluğundayıq. Planetin üzərində yaşayırıq və sürətlərini də dedim ki, qalaktika boyunca Günəş sistemi, səhv etmirəmsə, yadımda qalıbsa belə 250 kilometr saniyə sürətlə hərəkət edir. Galaktikaların özü biri-birindən saniyədə 400 kilometrə yaxın sürətlə, səhv etmirəmsə, ayrılırlar, uzaqlaşırlar. Bu kainatın genişlənmə prosesində olur. O sürətlə ayrılırlarsa, sıxılma prosesində də o sürətlə bir-birinə yaxınlaşırlar. Çox ondan danışmışam, söhbət etmişəm. Yəni, yerin mərkəzinə doğru. Yerin mərkəzinə yox, kainatın mərkəzinə doğru. Bax, bu yaşadığımız məkana doğru sıxılmağa başlayıb, qayıdışdır. Onun sona çatmasına çox az qalıb. İndi burada deyilir ki, görən o böyükdür, yoxsa ki, Adəm? Bu kainat, bu aləm, bu ümman böyükdür. Bağışlayın. Yoxsa ki, bu Adəm bəşər evladı. Bəşər evladı onun qoynundadır, o da bəşər evladının düşüncəsindədir. Bu bir həqiqətdir. Bu onun, o bunun varlığındadır. Bəs hansı hansının sorağındadır? Nədən mövcud olmuş hər iki varlıq? Bizlər də onlarla birlikdə varıq. Biz ümmandan, Adəmdən danışsaq da özümüzdən söhbət edirik. Özümüzə aiddir bu. Bizlər hamımız, yəni ki, onlarla birlikdəyik. Adəmlə, bu aləmlə. Adəm, yəni bəşər övladlarını fərdi olaraq qəbul edək. Fərd olaraq. Aləm insan düşüncəsindədir. Bilənlər üçün. Bilməyənlər üçün Adəm, bəşər övladı aləmin qoynundadır. Hər ikisi də doğrudur. İnananlar üçün. İnanmayanlar üçün hər ikisi də yalandır. Desəm ki, var idik, inanarlarmı? Arayaq sözümdə həqiqət varmı? Burada oxudum ki, nədən mövcud olmuş hər iki varlıq? Aləm, ümman dediyim, kainat və bəşər övladı.
Bizler de onlarla birlikte varık sual formasındadır. Vardık. Desem ki var idik, inanarlar mı? Arayak sözümde həqiqət varmı? Məntiqə söykənsək, düz aşkarlanar. Kim axtarışdasa, o yararlanar. Kim bu barədə axtarış edərsə, bir şərtlə, mənəviyyatını itirməzsə, ali varlıqlar onun başa düşməsinə köməklik göstərəcəklər və göstərirlər də. Axtarış edəndə cavab tapacaqdır. Bütün insanı düşündürən suallara onlar köməklik göstərirlər ki, başa düşülsün. Cavab verirlər. Həqiqət axtarmır heç də hər insan. Odur ki, hər yanı çulğayıb yalan. Hər kəs həqiqət axtarışında deyil. Necə başa düşür, dərk edir, həyatında elə yaşayır. Ona görə deyilir ki, həqiqət axtarmır heç də hər insan. Odur ki, hər yanı çulğayıb yalan. Doğrunu, yalanı qəbul etmə var. Doğrunu, yalanı zəka ayırar. Hər ağlı olan doğrunu, yalanı olduğu kimi ayırt edə bilmir. Gərək ağıl güclənsin, artsın ki, o zəka bir həddinə çatsın. Və zəkalı insanlar da axtarış edir və axtardığını da tapır. Suallarına mütləq cavab verirlər. Ali varlıqlar, bizdən çox biliyə sahib olanlar. Ayrılmaz birlikdir doğru ilə yalan. Biri birilərinin qoynunda yatan. Mən deyirəm, sabahları bu hadisə olacaq. Mənə etibarı olanlar ona inanar. Amma tanımayanlar şübhə altında qalacaqlar ki, olacaq yoxsa olmayacaq. O zamanı gözləyəcək. Görək bu düz deyir yoxsa yalan deyir. İlkin olaraq mənim dediyim ona yalan kimi qəbul olunur. Çünki etibarı yoxdur, tanımır məni. İnamsızlıq göstərir. Sabahı gözləyir ki, dediyi olacaq yoxsa olmayacaq. Mənim haqq dediyim söz onun üçün yalan kimi qəbul olunacaqdır. Və elə ki, zaman yetişir, görür ki, dediyim oldu. Onun yalan bildiyi gerçəyə çevrilir. Ona görə burada deyilir ki, ayrılmaz birlikdir doğru ilə yalan. Biri birilərinin qoynunda yatan. Sən deyirsən ki, belə bir hadisə oldu dünən. Şübhə edir, deyir, ola bilməz belə şey. Nətər oldu? Artıq keçibdir o. Şahidi olanlar və yaxud da ki, onun həqiqət olduğunu qəbul edənlər bilirdi ki, o həqiqətdir. Amma bilməyənlər onu yalan kimi qəbul edir. Sübut axtarır. Həqiqətlə yalan biri-birinin qoynunda belə yatır. Gərək ziyalana zəka nur ilə. Ki, səhv, düz, pis, yaxşı aşkar edilə. Gərək ziyalana zəka nur ilə. Zəkamız var deyək ki, inanırıq, bilmək istəyirik, axtarışdayıq və o zəka ziyalanmalıdır. Nə ilə? Nur ilə. Əgər ali varlıqlarla
təmasdayıqsa, təfəkkür dili ilə danışırıqsa, məlumat ala biliriksə, onun cavabı gələcək. Nə ilə? Nur ilə. Ki, səhv, düz, pis, yaxşı aşkar edilə. Əsasdır ağlın qəbul etməsi. Ondan da vacibdir düzü seçməsi. Əsası nədir? İnam göstərəsən və qəbul etməyi bacarasan. Və ondan da vacibdir ki, düzü səhvdən seçməyi bacarasan. Yanlışdan baş verir məqbul olmayan. Yanılır alidən fikir almayan. Alidən fikir almayan yanılacaqdır. Özünü haqlı biləcək. Amma nəticə sübut edəcək ki, onun başa düşdüyü, bildiyi yalan imiş, səhv imiş. Mən elə belə Etibar bəydən söhbət salmadım. Etibar bəy özü də fikirləşsin. Əvvəllər bu haqda düşünürdümü ki, belə bir sözlə, fikirlə rastlaşar ki, hansı ki onu heç kəs başa düşməyib, deməyib, qəbul etməyib. Bəlkə də səhv edirəm. Ola bilsin, əvvəldən bilirdi o sualın cavabını. Bu da ola bilər. Hər halda öz fikrini inşallah yəqin ki bildirəcəkdir. Hüdudsuz ünvana baş vuraq birdə. Hər sirri açsaq da sir qalır sirdə. Nur Nizami demiş, o şey ki bizlərə tam aşkardır, orada da sirli bir xəzinə vardır, ya gizli bir xəzinə vardır. Belə bir beyti var. Sirlər aşkarlanır, yenidən sirlənir. Və yaxud da ki, o aşkarlığın içərisində bir sir vardır. Ona görə indi ünvana, kainata bir də baş vuracağıq. İnşallah növbəti çıxışımızda o barədə söhbət edəcəm. İndi pilotun söylədiklərinə diqqət yetirək, az qalıb çatdırsaq qurtararıq. Pilota sual verirlər ki, yerdə iqlim silahlarından istifadə edirlərmi? Zəhmət olmasa izaha ehtiyacımız var, deyin də bu mənada. O da deyir ki, hə, istifadə edirlər və son illər durmadan istifadə edirlər. Hamısı da bilgisizlikdən irəli gəlir. Yəni, süni yağış yağdırırlar, süni zəlzələ yaradırlar. Və bir haşiyə çıxım, mən Ema xanım yəqin ki tanıyar, eşitmiş olar onun haqqında. Fuad Qasımzadə, akademik. Onunla mənə inanan, hörmətli olan bir insanın vasitəsilə tanış olduq. Onlarda elə bir 3 saat söhbət etdik. Həmin insanın qardaşı qızının yoldaşı idi. Deyəsən rəhmətə gedib, dünyasını dəyişibdi. O, yad planetlilərlə əlaqədə idi. Bu haqda televiziyada çıxışı da olub, özüm də şahidi olmuşam. Dedi ki, mən demək, yeraltı çuxurlarda olan çatları elə bil ki, elmi cəhətdən aşkarladım və bu nəticəni, kəşfimi o vaxt belə idi də Moskvaya göndərdim. Amma sonra deyir, peşman oldum, Einstein kimi. Həmən yer, süni zəlzələni yaratmaq üçün mənim o kəşfimdən istifadə etdilər, edirlər də. Yəni,
artıq özlərində onu saxlayıblar. İndi də süni zəlzələdə yaradırlar, yağışda yağdırırlar. Düzdür, əvvəllər top atırdılar, buludu dağıdırdılar. Amma indi süni yağış yarada bilirlər. Fırtına yaradırlar. O tufanlar ki qopur. Və yaxud da ki, ola bilsin ki, meşələrin yanmasında da o cihazlardanmı, o vasitələrdənmi istifadə edirlər. Bu da deyir, bilgisizlikdən irəli gəlir. Hansı bilgisizlikdən? Üzr istəyirəm sizdən. Qanmazlıqdan. Nə olsun ki, dahilər vardır və yaxud da ki, hamısı nüfuz sahibidir. Demək, şər yüklüdülər. Onlar niyə şərləşiblər? Onun da müəyyən qədər izahını vermişəm. Kainatın sıxılma prosesi ilə bağlı. Və yeri gələrsə bir daha ətraflı məlumat verərəm. Bu silahları lap çoxdan hazırlayıblar. Demək olar ki, indi onu yoxlayırlar. O bədməramlı yad planetlilər ki var, onlar da səyahət edirlər. Onların burada məskunlaşanları da var. Bu kimi insanlara sirlərdən verirlər. Yəni bilikləri var, mənəviyyatları tənəzzülə uğrayır. Mənəviyatsızlaşıblar. Ona görə də onlarla kontakt yaradan dövlətlər ki var, elə əsasən bildiyim Uçan və Biz və Uçan Boşqablar kitabında var. Ehtiyac olarsa dəqiqliklə deyərəm. Amerika əlaqə yaratdı və bu kimi sirləri öyrəndi. O cümlədən tam dəqiq deyə bilmərəm. Rusiyadır, Yaponiyadır. Onlarla əlaqə yaradırlar, sirləri öyrənirlər. Olub ki, mənə dərs keçən zaman gələcək barədə fikir söyləyiblər və onun xəritəsini belə çəkiblər. Yəni biz çəkmişik də. Sonra dedilər onu yandırın. O kağızı biz yandırdıq. Yəni o dərəcədə ehtiyatla davranırlar. Onlar xoşməramlı qüvvələrdir. Bədməramlılar isə o müəyyən sirlər var ki, onu oğurlayıb, elə bir ki, həyatda tətbiq edirlər. Bədlərlə əlaqə yaradaraq. Elə bir vaxt yetişib ki, daha intensiv yoxlayırlar. Yəni ki, yoxlamaq nədir burada? Demək olar ki, indi onu yoxlayırlar. Yəni ki, həyata keçirirlər də, təlim keçirirlər. O əldə etdiklərinin gücünü, təsirini yoxlayırlar. Bu da özünə məxsus təkamül planının təkmilləşməsidir. Sual edirlər ki, bundan da yerə zərbə dəyir, müsbət 20 temperatur şəhərisi minusa düşür. Qar yağmasına səbəb olur. Qızlar sual verir ki, belə hallar olur. Nətər ki, bizdə hava o dərəcədə isti olur ki, çox adam qolu gödək köynəklə hərlənirdi. Amma hava indi dəyişib, dünən lap soyuq idi, palto da giyən var idi. Deyir ki, əlbəttə zərbə dəyir. Bunu edənlər bu dünyadan silinib təmizlənəcəklər. Bu da həqiqətdir. Bilirsiniz, bu sistemdə sizi yuxarıdan müşahidə edirlər. Lakin kömək üçün çağırış olmadığına görə müdaxilə etmirlər. Ali varlığa, ilahi varlıqlara, Allahımıza inanırlar ki, çağırış da edərlər. Sadəcə hər hansı bir deyək, işinin həyata keçməsi üçün elə Allaha yalvarırlar ki, ay Allah, bu işim həyata keçsin. Və yaxud da ki, kiminləsə intriqası varsa, o insan bir əziyyət çəkəndə deyir, Allah Teala görürsün, onun başına bu oyunu gətirdi. Amma
xətrimə dəymişdi və yaxud da ki, mənə ziyan vurmuşdu. Bu kimi boş-boş şeylərlə müraciət edirlər. Amma ən vacib olanları istəmirlər. Hansı ki, mən və sizlər hər zaman çalışırıq ki, suallarımıza cavab tapaq. Və özümüzü də bacardığımız qədər nizamlayırıq ki, mənəviyyətsizlik etməyək. Əxlaq çərçivəsində olsun hər şey. Ona görə də ali varlıqlar köməkliklərini bizdən əsirgəmirlər. Heç kəs gəlib sizin probleminizi əvəzinizi həll etməyəcək. Bu silahlardan da diqqət edin. Betəri dinlər sahəsində arası kəsilməyən yalan və uydurmalardır. Görürsünüz? Bax, hörmətli Mələk xanım öz fikrini bildirdi. Mən onu başa düşdüm. Və sonra da mən danışdım, o məni başa düşdü. Özü şahidi olub ki, nələr vardır bu sahədə. Və burada da ali qüvvədir. Bizim hər işimizdən onların xəbəri vardır. Və deyir ki, bu silahlardan da betəri dinlər sahəsində arası kəsilməyən yalan və uydurmalardır. Mən dinimizə hörmətli olduğuma görə o məsələlərə toxunmuram. Və hərdən bir olub demişəm ki, belə uydurma olarmı? Belə səhv olarmı? Heç kəsin heysiyyatına toxunmaq istəmirəm. İstəmirəm ki, o inanclı insanlar, yəni ki, belə deyək də, könlü bulansın, narazı qalsınlar. Onsuz da dediyimi qəbul etməyəcəklər. Öz içərisində olmasa meyl etməz, diqqət kəsilməz ki, mən nə deyirəm. Sübut üçün, bax, növbəti çıxışımızda deyərəm ki, görün, bu inanılasıdır, inanılasıdır. Bu nə dərəcədə uydurmadır. Amma nəticəsini də xoş görmürəm. O işə biz qol qoymalıyıq ki, onun insanlar üçün bir xeyri olsun, yaxşı nəticə əldə olunsun. Belə olan halda adamlar məsuliyyətlərini boyunlarından ataraq Allaha, müqəddəslərə, mələklərə tapınaraq tamahkar xüsusiyyətlərini, qəlblərinin iyrəncliklərini gizlədib onlardan kömək diləyirlər. Bayaq dediyim kimi, iyrənc məqsədlərini, ay Allah, filan kəsin başına daş düşsün, ay Allah, filan kəsin yağızımızdan balası ölsün. Və yaxud da gedirlər ziyarətgahlara, orada qarğış edirlər. Namaz üstündə qarğış edənlər vardır. Amma bu baş tutası deyil. Hər kəs özü müqəddəslərə dəyə bilən köməyini öz üzərində işlədiyini göstərməlidir. Yəni ki, müqəddəsliyə hansı xidməti göstərirsən? Özündə hansı müsbət dönüşü edirsən? İzah etdiyimə görə vaxt gəldi, keçdi, tamamlandı. Eyb etməz. Sonraki söhbətimizdə davam edərik. Və burada söhbətimi yekunlaşdırıram. Hər birinizə bir daha təşəkkür edirəm. Var olun. Allah hamınızdan razı olsun. Vaxtınızı sərf edib mənə qulaq asırsınız. Və bir çoxlarınız da bu deyilənlərə öz davranışınızda, düşüncənizdə əməl edirsiniz. Bu bizim qazancımızdır. Yaxşı olan nə varsa hamısını biz mənimsəməliyik və həyata keçirməliyik. Sizinlə bahəm bizim əziyyətimizi çəkən gözə görünməz ilahi varlıqlara təşəkkür edirəm. Hörmət və məhəbbətimi ishar edirəm. Ana yurdumuza, ana torpağımıza, ana vətənimizə təşəkkürlüyəm, məhəbbətliyəm. Şükür edirəm Allahımızın varlığına. Minnətdaram Allahımıza əbədiyyəm və əbədi olaraq da o uca varlığın ülviyyətinin səcdəsindəyəm. Hələlik bu qədər. Sağ olun, salamat qalın. Növbəti görüşümüzə, söhbətimizə dək.